Salam Gündüz qardaş. Mən antiterror əməliyyatları zamanı çox əziyyət çəkdim. 3 güllə yarası aldım bədənimdən. Bağırsımdan 1 metr kəsib götürdülər. Ciyarıma güllə dəymişdi. Sidik kisəm dağılmışdı. 12 dəfə əməliyyat keçirdim. Bu əməliyyatlardan zamanı mənə sonsuzluq diaqnozu qoydular. Goranboy rayon mərkəzi xəstəxanası baxmır mənə. Oradan göndərirlər Gəncə şəhəri 3 nömrəli xəstəxanaya. 50-liyimi, pensiyamı kəsdilər. Atamın 62 yaşı var. Heç yerdə işləmir, bir şey eləmir. Anamın 58 yaşı var. Heç bir yerdə işləmir. İş qabiliyyəti yoxdur. Onlara arxada ayaq dura bilmirəm. Mənim 80% iş qabiliyyətimi itirmişəm. Gələcəkdə bir ailə başçısı ola bilməyəcəm, uşaq sahibi ola bilməyəcəm. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim bu səsimi, videomu Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə çatdırın, aidiyyatlı qurumlara çatdırın. Dözə bilmirəm.